Deməli, salam cəmaəti, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Belə bir şey deyim. Hal-hazırda elə bir 5 dəqiqə olar ki, işdən gəlmişəm. Sözün açığı işdən gələndə bir bazar var. Məncə, bazar deyəndə dükan var. Adı Can Mətbəxim adlanır. Məncə Instada və TikTokda məşhurdur. Düzü TikTokum yoxdur, amma dedilər ki, Instası var. Deməli, orada mən çox qəşəng şeylər aldım, döndüm ora. Əslində tərəzi alacaqdım, amma dedim ki, elə getmişkən bilib çox qəşəng qablar gördüm, indi sizə göstərəcəm. Hə, onları göstərəcəm. 1 manat, 2 manat, yəni normalda 6, 7, 8 manat və ondan daha baha olan məhsulları mən çox ucuza aldım. 1, 2, 1 manat 50 qəpik belə. Nəsə sizə göstərəcəm. Make-up'ıma da fikir verməyim. 2 dəqiqəlik make-up belə idi. Bu günlər işte make-up eləməmişdim, amma dedim ki, videonun qarşısında da çirkin çıxmayım, ona görə də belə elədim. Məncə bura baxanda daha gözəl oluram, nəinki belə. Siz deyin, bura. Kameraya yoxsa digər tərəfə. Nəysə, burada mən yeni köçmüşəm deyə digər evə, başqa evə köçmüşük. Əvvəllər elə yerdə yaşayırdıq ki, mənim həyat yoldaşımın ailəsinin elə bir bağ evi idi və orada bir çox əşya var idi deyə və yaxud da mebel. Biz ora əlavə nələrsə almamışdıq, amma bu evə köçəndən sonra başa düşdük ki, mən üçün almamışammış. Aslında it's not my problem, but nəysə. Bir çox şey almamışdıq və bu evə köçəndən bəri ancaq biz nələrsə almaqla məşğuluq. Və mən də bugün girdim tərəzi almağa. Niyə görə tərəzi alıram? Mən evlərindən sonra bir 10 kiloqrama yaxın kökəlmişəm və XS-dən təsəvvür edin, bir M-ə keçmişəm. XS hara, M hara? Hiss edirəm ki, yəni, mən 8-9 sinifdən bəri eyni bədəndə idim. Yəni, kökəlmə falan yox idi, çox nadir olur. 1-2 kilo sonra da tez artırdım. Mən maşını idarə eləyəndən sonra hərəkət eləmirəm. İşim də elədir ki, otururam, 1-2 qaçaram ya yox, elə. Çox hərəkət eləmirəm, idman da eləmirəm. Sadəcə evə gəlirəm, evin işlərini görərəm, belə. Nəsə kökəldim, sözün açığı çox da yeyirəm, o ayrı məsələ, amma mən həmişə çox yeyirdim. Gözüm doymur, mədəm doysa da. Başladım, mən də Vafi Fitin marafonuna qoşuldum. Və məncə tanıyır çoxu. Vafi Fitin marafonuna qoşuldum, çox sağ olsunlar. Biraz gec bilmiş oldum. Birinci gün, marafonun birinci gündə mən xəbərim oldu ki, marafon var imiş. Neyse, biraz gecikdim, ona görə də 2 gündür ki, marafon gedirəm, amma mən sabah qoşulacağım. Çünki tərəzim, ölçü vahidim, metrəm falan yox idi ki, bədən ölçülərimi ölçüm. Neyse, girdim 2 dənə şey almağa, 2 məhsul. Amma dünyanın bazarlığını elədim, çıxdım. Həqiqətən çox şey aldım. Amma 43 manat 70 qəpik pul ödədim. Parkingə də 70 qəpik. Neysə, gəlin indi baxaq görək nələr almışam. Məncə xoşunuz gələcək, sizə gedib ala bilərsiniz. Bu arada biz ilk dəfə bura köçəndə birinci həftə idi falan, biz getdik oradan bir 100 neçə manatlıq alış-veriş elədik. Cəmaət bəlkə bir 60 məhsul almışdıq, amma 100 neçə manat pul ödəmişdik. Çox qəşəng bir yerdir, tam bizim binamızın yanındadır. Çox əlverişlidir, çox cute şeylər satılır. Dediyim kimi sizə o bazarlığı göstərmək istəyirəm. Birinci gəlin bundan başlayaq. Bu bir ələkdir. Yəni mən elə bilirəm ki, bu ələkdir. Elə bir böyüyünü aldım. 2 manat 50 qəpiyə. Biraz bundan balacası 2 manatdaydı. Nə bilim 3 manatlığı vardı. 3 manat lap böyüydü. Mən bu ölçünü seçdim. İşte bundan biraz balaca da ola bilərdi. But it's okay. 2 manat 50 qəpiyə çox yaxşıdır. Sonra ikinci olaraq belə litrli olan litr ölçü. Bunu da 1 manat aldım. Sonra məncə aldığım, bazarlığımın ən bomba məhsullarından biri budur. Sizcə bunu neçə almışam? Bunu 3 manat aldım və 2 ədəd aldım. Bunu həyat yoldaşıma aldım, mavi rəngindən dolayı. Çox yerdə görmüşdüm bunu, düşünürdüm. 8 manata gördüyüm var, 15 manata belə görmüşdüm. Amma heç vaxt 3 manata görməmişdim. Çox ucuzdur, çox qəşəngdir. Yəni, bağlamasında da problem yoxdur. Hər hansı bir sınıfı da yoxdur. Nə bilim, belə pipet qaz da var. Düzdür, bunu dəyişmək də olar. Belə bir yeri də var. Onun belə bir yaşıl rəngini özümə götürdüm. Mən yaşıl rəngi çox sevirəm. Dəhşət. Yaşıl rəngi sevirəm deyə bir də botanika bağı eləmişəm. Belə. Bunlarda indi necə smuzilər gedər. Yəni, insan belə qabları alanda məcbur şəkildə eləyirdir, boşa getməsin. Bu da belə. Sonra bədən ölçülərimi götürmək üçün belə bir metrə. Bu da 1 manata. Burada bir düymə var. Onu basıb belə yığa bilirsiniz. 1 manata. Qəşəngdir məncə. Gəlin siz bu möhtəşəmliklərə baxın.
şüşədir bu arada. Ağzı belə plastik. Mən o tərəfə baxıram, amma bura baxmalıyım. Ağzı belə plastikdir. Yəni bu da bircə manat, yəni. Mən bunun içinə tökəcəm. Birinə pambıqlarım üçün istifadə edəcəm, birini üst pambıqlarım üçün. Birində nane tökəcəm, o birisində də Allah kərimdir də nə tapsam. Belə. Bundan 3 ədəd aldım. Bir də burada. Sonra belə bir taxta qaşıq, nə deyirlər buna? Qaşıq da deyirlər. Normalda mənim bundan, biraz böyüyündən, belə şorba falan, sup falan süzmək üçün varımda dəmir. Dəmirdir, poladdır. Amma belə yox idi. Mən də istəmirəm əslində dəmir qaşıqlardan, nələrdən istifadə edib qazanlarımı püskünə salım. Çünki həqiqətən o qazanlara yaxşı pul vermişəm və niyə görə də elə olsun. Cızılmağını da istəmirəm. Cızılmağı bu arada sağlamlığımıza da ziyandır. Belə bir şey aldım. Çox şirin görsənir. Neçə aldım? 2 manata. 2 manata. 2 manata almışam. Məncə yaxşıdır. Yəni bu əziyyət, bunu... Mən məsələn belə düşünürəm ki, bu taxtanın özü, bura deşiklər açmaq və s. bunu yonmaq, oymaq özü əziyyət tələb eləyir. Nə qədər bəlkə hər hansı bir texnikadan da istifadə eləsələr, 2 manata bu qiymət bombadır. Gedin alın. Ömrümdə aldığım ən çirkin qaraşoka oxşayan belə bir dipçəklər aldım. Dipçəklər lazım idi mənə. Yəni 1 manat 20 qəpiyə idi. Yəni bu 1 manat 20 qəpiyə çox azdır qiyməti. Həqiqətən çox yaxşıdır. Bir dipçək alan kimi deyirəm sizə, ən ucuz aldığım dipçək 3 manat olub. Yəni bundan biraz vitdir. Bu biraz burasını niyə görə qoyublar, o maraqlıdır. Yəni bunu qoymasaydılar da olardı. Bunların atdıqları da var. Belə. Atdıqlarını elə istifadə edəcəm, çünki bunlar hələ ki lazım deyil. Amma mən hər dəfə bitkilərin böyüyə bir 3-4 santimetr daha böyük qaba əkməyə çalışıram da. İndi bunların da yaxında zamanlar gələcək. Özdə bundan böyüklər də var idi cəmaət, çox qəşənglər də var. Bundan balacaları belə fərqli karçını falan rənglərdə də var idi. Bildiyiniz o hər kəsin evində olan karçınlardan yoxdur, ondan demirəm. Çox qəşəngdir, böyükləri də məncə 1 manat 50 qəpik falan olmalı. Belə bir bıçaq aldım, bunu neçə aldım? 1 manat 50 qəpik aldım. Vallahi hər kəsin evində bu bıçaqlardan vardı. Yəni mən düşündüm ki, pis olmaz. Bu arada mən bıçaq tiləyəndə almışdım. Bir tane bağlamamda, onu da göstərəcəm sizə. Amma halbuki 1 manat 50 qəpik indi onu o mağazada gördüm. Neyse, cəmaət, tüm onu buraxın. Neyse, sonra bilmirəm niyə görə, amma mağazadan belə biri 40 qəpik olan bu kalçuklardan aldım. Yəni bunun 40 qəpik olmağı imkansızdır, amma 40 qəpikdir. Yəni 10 dənəsinə 4 manat pul verdim. Bunlar niyə görə aldım? Əslində düşündüm ki, bunun altına belə deşiklər vursam, dipçə kimi istifadə eləməyi düşünürəm. Çünki balaca belə qablar lazımdır ki, şəffaf qablar. Mən orada köklənməni görə bilim, ya da ki, köklənmə, günəş ala bilsin köklər. Yəni mənə düzün desəm, mənə maraqlı gəlir də şəffaf qablar. Ona görə də 40 qəpiyə idi biri. Mən bunu niyə görə 40 qəpiyə görə almıyorum? Əslində bir 30-40 dənə də ala bilərdim, amma dedim ki, Cəlalə biraz stopla. Alma, xahiş edirəm. Yəni pul görmüsən, başına daş salıram. Bundan biraz böyüsü olsaydı, make-up məhsullarımı yığa bilərdim. 40 qəpiyə çox yaxşıdır. Özdə belə qırılan belə plastik deyil də, belə baxın, flexible olandı, belə nə deyim, enlənən, əylən. Yəni əsas günün mimarı bax bu tərəzidir. Bu tərəziyə görə mən hər şeyi eləmişəm. Yəni ora girdim, amma nələr aldım, nələr. Deyirsən oradakı satıcı, özü bu arada satıcıları çox, yəni hər dəfə maraqlanırlar, gəlirlər, yaxınlaşırlar, kömək edirlər daşımağımıza filan. Belə. Nəysə, belə bir tərəzi aldım çəki üçün. 180 kiloya qədər, maksimum 180 kiloya qədər yəni ölçə bilir. Bateriyası üstündəydi, səhv etmirəmsə xanım yəni qoydu. Belə bir dırnaq tutan aldım, həyat yoldaşı. Bir dənə almışdım mən dırnaq tutan. Amma sözün düzü bilmirəm hara qoymuşam. Həyat yoldaşımınkində istifadə eləmək istəmirəm. Sonra belə bir dırnaq tutan aldım. Baxın, bir də ən çox sevdiyim məhsullardan biri də budur.
Mən bunu Temudan 15 manata falan görmüşdüm. Səbətə bir neçə dəfə əlavə elədim, çıxartdım, əlavə elədim, çıxartdım. Deməli bu nədir? Gördüyünüz kimi burada bizə bu arada bu metaldır, yəni kauçuk deyil, plastik deyil. Deməli bunu keçirirsiniz mətbəxdə, şkaflardan birinə, qapını bağlayırsınız əgər bağlana bilirsiniz. Burada istədiyiniz nə lazımdırsa qoyursunuz. Əlim 2 dənəsinə getdi, amma Allahdan bir dənə qara qalmışdı. Dedim ki, elə bir dənə qaranı götürüm, yaxşı olsa yenə də alaram. Çünki balaca mətbəx üçün məncə nə qədər yer aça bilirsiniz, yəni o qədər yaxşıdır da belə orqanayzerlərlə. Orqanayzer gedir də bu. Belə orqanayzerlərdən çox xoşum gəlir belə şeylərdən. Nəysə, cəmaət, bu mənim bazarlığım idi. Mən bu bazarlıqdan çox məmnun qaldım. Düşünürdüm ki, bir 60-70 manat ödəyəcəm, hətta ondan da çox. Məncə hər şey göstərdim. Bu arada evə gəldim, yenə də saçım yağlıydı. Quru şampundan istifadə elədim. Qızlar, sözün açığı mən çox yaxşı təmizlik videoları çəkmişdim. Bəziləri yaxşı olsa da bir çoxunu da bəyənməmişdim deyə dedim ki, elə hamısını silim. Sonra təmizlik videosu edərəm. Çünki bu videoda bugünkü vlogda siz həm dırnaq görəcəksiniz, həm mən biraz danışmışam, yeni məhsullar almışam, belə deyim, mağazadan. Ona görə də dedim ki, çox uzun olacaq və sizin üçün maraqlı bir tərəfdə qalmayacaq. İnşallah növbəti dəfələri təmizlik videoları çəkəcəm. Amma xahiş edirəm, məni istiqamətləndirin. Mən bir çox video çəkmək istəyirəm, amma sizin nə istədiyinizi bilmirəm. Deməli, salam qızlar, sizi növbəti gündən salamlayıram. Dünən çox yorğun idim, çünki bugün mənim marafonumun ilk günü olacaqdı və yemək bişirməli idim. Siz təsəvvür edin, mən saat 2-də yemək bişirdim, elə yatdım. Bugün istəyirəm sizlə bir dırnaq videosu çəkeyim, amma indi gedib tərəvəz falan almalıyıq. Çünki marafonda, yəni bu arıqlama marafonunda əsas mən karbohidrata yox, necə deyim sizə, zülala, yəni proteinə, bir də ki, lifə üstünlüyü verməliyəm və buna görə tərəvəz falan çox lazımdır. Əslində istəyirəm balıq əti falan da alım. İndi baxacağım, mən niyə həmişə ora baxıram. İndi gedəcəyik, bazarlıq edəcəyik, sonra gəlib tez bazar yeməyə bişir. Hətta indi üstə qoyacağım toyuğu. Tez bazar gedib gəlib, yeməyimi bişirib, belə bol toyuq falan yeməliyəm. Marafon çox qəribədir. Necə başa salım sizə bilmirəm. Mən normalda bəlkə də heç o qədər yeməmişəm də ət bir gündə. Bugün 60 qram ət yedim, amma onunla belə 35 qram zülal qəbul etmiş oldum. Yumurta da yemişəm, səhər-səhər yeməyim, günorta yeməyim, qreçka falan. Amma mən hələ qəbul etməli olduğum kalorinin yarısını belə qəbul etməmişəm. Yəni, bu da mənim üçün problemlidir. Çünki mən bugün həm onu qəbul etməliyəm və axşam karbohidrat tərkibli olmamalıdır. Axşam yeməklərində ümumiyyətlə siz ya lifli qidalara, ya da ki proteinli qidalara daha çox yəni, üstünlük verməlisiniz. Mən də çalışacağım elə bir yemək bişirim ki, yəni karbohidrat yox, zülal tərkibli olsun. Və bir saatdan da sonra məşq eləyə bilim. Bugün ilk məşqimi eləməyi düşünürəm. İnşallah yaxşı olar. Zəhləm qidrəsini elə məşqlərdən, amma neynəmək olar. 1-2 gün evdə belə məşq eləyəcəm. Sonra gördüm olmur, sizinlə birlikdə fitnesə gedəcəyik. 3 ay bundan əvvəl fitnesə yazılmışdım. Biraz getdim, amma evə gec gəlirdim deyə alınmadı. İşimin yanında. İndi düşünürəm ki, artıq işimə də biraz yaxın qalıram. Yayda belə gündəlik olaraq gedib gələ bilərəm. Neyse, çox danışmayayım. Make-up'ını da belə elədim. Bu arada mən çox xoşlayıram. Ənli və bronzeri çox xoşlayıram. Fərq yoxdur hansı marka. Bir çox markadan ənli və bronzer kolleksiyam var. 40 plus elə 50 plus olmalıdır. Yüzdə saymağı geçmişəm. Hal-hazırda Aykan'ın da necə deyim, çox vaxt göstərdiyi, təriflədiyi, tövsiyə etdiyi Mislin markasının bronzeridir. Çox qəşəngdir. Bunun içində elə bir balaca simlər var. Tam belə yayılıqdır da, həm belə qaralıb, həm də parıldayan belə kimi olursunuz. Biraz da belə vururam. Siz düşünə bilərsiniz ki, mən çox istifadə edirəm, amma mən çirkin vaxtlarımda bildiyimə görə mən düşünürəm ki, bunlar mənə yaraşır. Amma mən indi bilmirəm kənardakı insanlar məni necə görürlər, necə gözəl olduğumu düşünürlər. Amma mən yəni bunu xoşlayıram da. Yəni mən
yanağımı ortaya çıxartmağı, qəhvəyi tonları, isti tonları çox bəyənirəm üzümdə. Ona görə də bunlardan çox istifadə edirəm. Bundan xoşunuz gəlsə deyərsiniz linkini ataram ya da ki özünüzdə elə bir tema axtarsanız tapa bilərsiniz. Soft Bronzing Contouring Powder 2 Keçir adı. Qəşəngdir. Mən Michelin bir 9-10 məhsul var əlimdə. Hamısı çox yaxşıdır. Hamısından razı qalmışam. Ona görə də düşünürəm ki, ucuz bahalı söhbəti olmamalıdır. Neyse biraz da bu da Revolution'un Reloading if I'm not mistaken seriyasından olan belə ənliyidir. Rəngi çox belə şaftalı tonlarındadır. Ona görə xoşum gəlmişdi, almışdım o vaxt. İndi istifadə edə bilirəm hamısını. Əlbəttə ki, istifadə edə bilmirəm, amma onların mənim əlimin altında olmağı çox belə ayrı bir sevinç bağışlayır. Yəni bu ənlik və bronzerlərin olmağı. Mən ən çox belə toz şəklində olan ənlik və bronzerlərdən, mən niyə 2 saatlara baxıram, ənlik və bronzerlərdən almağı xoşlayıram. Çünki uzun müddət istifadə edə bilərsiniz, amma likit və maya formasında olan ənlikləri isə siz ənlik ya da bronzerlər siz çox istifadə edə bilmirsiniz. Ya quruya bilir 1 ildən sonra falan fəslan. Hətta ki bir yerə yapışıb qalır, üstünə toz məhsul vura bilmirsiniz və evdə də yəni əlinizdə likit məhsul bir ənliyiniz likitdirsə, bir çox məhsul da üz üçün istifadə elədiyinizdə likit olmalıdır. Çünki likitin üzərinə, yəni maye tərkibinin üzərinə belə quru məhsul ya da ki toz şəklində məhsul vuranda belə lopa-lopa palçıq kimi qalır. Onu da bəyənmirəm. Ona görə də mən düşünürəm ki, ən yaxşısı elə toz məhsulları, toz şəklində olan məhsulları almaqdır. Neysə, biraz da sizlə belə bu dəqiqə istifadə elədiyim dodaq boyası bir çoxunu bildiyi kimi Miss Tyson 764-dür. Belə qəhvəyidir. Qəşəng qəhvəyidir. Bu arada mənə qəhvəyi tonlar yaraşır. Məncə qəhvəyi tonlar bir çox insana yaraşır. Belə bir kombo eləyirəm. Əslində burada çox yaxşı görünmür, çünki biraz gecədir. Necədir bu? Belə biraz narıncı rəngə oxşur. Bu da nədir? Bu da Deborah'ın Super Gloss seriyasından 05 nömrəsidir. Bunun istəsəniz, bunun məndə 4 dənə əlavəsi var. Yəni ümumilikdə 5 dənə Deborah'ın glossu var. Bir çox bəyənmir, amma bəyənənləri də az deyil. Belə qızlar, mən hazıram. Yəni bir dənə sivitim var, onda hər yeri geyindim şükür Allaha. Belə. Ümid edirəm ki, make-up'ımı bəyəndiniz. Bu arada qaşıma söz deyə bilərsiniz, indi çoxu deyəcək. Amma qaşım, yəni, sadəcə problemlidir də, yəni, uşaqlıqdan mənim qaşım belə olub, biraz gözümə yaxın və bunu düzəltməyə çalışmışıq, çox az düzəlib, mənim qaşım buradan sonra gedmir, çıxmır. Qəribə bir cür qalır, başa düşdünüz, nə demək istəyirəm. Ona görə də gələcəkdə belə tülkü göz əməliyyatı eləyə bilsəm, onu eləyəcəm. Amma ilk öncə laminasiya elətdirməyi düşünürəm. Elə laminasiya etdirməyə də birlikdə gedərik. Elə qızlar. İndi də eləyəcəm, toyuğu qoymalıyım qaynamağa. Bu arada mən düşünürəm ki, sizlə marafonumu paylaşacağım. Yəni gündəlik olaraq nələr yeyirəm və s. və ilaxır. İnşallah 21 gün. Mən 21 gün hesablamamışam. 30 gündən sonra, bir aydan sonra yəni nəticələrimi sizə deyərəm. Mən kilo atmağı düşünmürəm. Əvvəllər kilo atmağı düşünürdüm, amma Vəfa xanımın Vafi Fit var marafona qoşmuşam və Vəfa xanım deyir ki, yəni bunu özüm də bildim, amma qəbul etmək istəmədim. Yəni mən eyni kiloda qala bilərəm, əzələ kütləm çoxala bilər, amma bədən ölçülərim düzələ bilər də, fit ola bilərəm. Biri var 3 kilo piy bu boydana, biri də var ki 3 kilo əzələ bu qədər. Yəni mən fit olmağı istəyirəm, nəinki kilo atmağı. Yəni loş bədəndənsə fit bədən daha yaxşı olar mənim fikrimcə. Belə, sizinlə də paylaşacağım. İstəsəniz marafonu olanda siz də qoşularsınız ya da ki birlikdə nələrsə eləyərik. Deməli indi gedirik. Gedək tərəvəzlərimizi alaq, gələk görək nə indirik. Yəni mən düşünürəm ki, qəşəng arıqlayacağım. Əvvəlki kilom olmasam da heç olmasa fitliyimə qavuşacağım. Dedim sizə də göstərim mən artıq marafon üçün nələr yeyirəm. Qabıma baxa bilərsiniz.
Çox böyük bir boşqab götürmüşəm. Hər şey yerləşsin deyə, amma ikinci boşqabda qoydum. Mochi ələyli olan. Deməli 3 yumurta, 2 ədəd xiyar, içində avokado var, toyuq döşü var bir 110-150 qram arası, zeytun, noxud da var. Noxud da yeməliyəm çünki proteinlə zəngin olmalıdır. Ümumiyyətlə qızlar, yediyiniz qidalar proteinlə zəngin olmalıdır. Yağ çox az olmalıdır, karbohidrat biraz zülaldan çox olmalıdır. Şəkər isə ümumi bir insanın gündəlik qəbul edəcəyi miqdar 35-40 qram şəkərdir. Ondan artıq olmaz. Nəysə, bu kalori defisiti yaradıb bizə çalışırıq ki, arıqlayaq. Burada bu arada bir tikə qara çörək, çovdar çörəyi, biraz kəsmik, bir 15 ədədə yaxın şiyələk və biraz da fıstıq əzməsi əlavə elədim. Fıstıq əzməsini çox götürmüşəm çünki çox yağlı idi və yağ rotamı belə deyim doldurdum tez. Amma toyuq döşü falan yeyəndə də, yumurta yeyəndə də yağ biraz üstünə gəlmişdi və əslində bugün aşmışdım belə deyim. Yağ miqdarımı 48 qram yağ yeməliyəm gün ərzində, amma mən 56 qram yemişdim. Halbuki hər hansısa bir yeməkdə yağ istifadə eləməmişdim. Sadəcə tərəvəzlərin və yaxud da qidaların tərkibində yağ var idi. Ondan 56 qram yağ çıxmışdı. Bu mənim səhər yeməyimdir. Səhər çalışıram ki, heç olmasa gündəlik qəbul edəcəyim kalorinin yarısından çoxunu qəbul edim. Səhər yeməyində. Çünki günorta və axşam yeyəndə biraz ağırlıq olur və inanın mənə, mən bunun bu videonu tam axıra qədər çəkmədim. Çünki yeyə bilmədim. Biraz saxladım. Yəni 1-2 saat falan orada qaldı. Ara-ara yeyirdim. Çünki həqiqətən çox çətindir. Mədə tez doyur. Çox da qidalar dadlı olmur. Yəni bildiyiniz fast food yağlı yeməklər kimi deyil. Ona görə də çalışıram ki, 2 yerə bölüb filan elə yeyim. Ürəyim sıxılır da konkret yeyəndə. Ümid edirəm ki, arıqlayaram, bunun nəticəsini görərəm. Bu arada yeməyi yeyəndən sonra 1-2 saat keçmişdi. Mən başladım idmanımı etməyə. Burada da Temu'dan almaq istədiklərimi, bir də ki, Insta storylərinə baxıram, biraz başımı qatıram çünki çox yemək istəmirəm sözünü açıq. Bundan sonra da idman eləyəcəm. Bir neçə gündür digər növbəti, əvvəlki gün idman etməmişəm deyə onları etməyə çalışıram. Bu da mənim günorta yeməyimdir. Kahı var, tərxun var, 3 yumurta, biraz avokado, 20 qrama yaxın, bir 150 qrama yaxın toyuq, 2 xiyar, bir yarı pomidor, kök, sonra biraz biber, noxud mütləq olmalıdır çünki proteinlə zəngindir belə. Bildiyiniz kimi sizə demişdim ki, bugün sizə necə dırnaq düzəltdiyimi də göstərəcəm. Qabaqcadan bildirim ki, bu gel dırnaq deyil. Sadəcə sadə lakla olan, dırnaq boyası ilə olan, necə deməli, dırnaqdır. Mən bir 6-7 il olar ki, belə çoxlu laklar, əslində bu da bir qismidir. Bir çoxunu atmışam quruduğuna görə. Mən belə xoşluyuram dırnaq düzəldim. Və sadə dırnaq düzəltmirəm bu arada. Çalışıram ki, stikerli olsun. İllər əvvəl AliExpress-dən alırdımsa, indi Temu'dan alıram stikerləri və shortslarda da göstərmişəm sizə. Bunlar göstərdiklərim stikerlarımdır. Bunları bir kəsirsən, atırsan suyun içinə, sonra suda özü çıxır, sonra da üstündən dırnağınıza qoyandan sonra şəffaf lak istifadə edirsiniz. Mən pastelin şəffaf lakını istifadə edirəm. Gördüyünüz kimi məndə stiker dəhşət çoxdur. Hətta bura gətirmədiyim 2 paçkada lap əvvəldən qalanlar var, amma onları bəyənmirəm deyə yenilərini Temu'dan sifariş vermişdim. Mən əslində gel dırnaqda düzəltmək istəyirəm, amma bir dəfə düzəltməyə çalışdım. Temu'dan da hər şey almışam. Lazımi qədər yaxşı çıxmamışdı. Ona görə də dedim ki, sonradan yenə sınayaram vaxtımın bol olduğu bir zamanda. Nəysə, ilk öncə dırnaqlarımı əvvəlki dırnaq boyasından təmizləyirəm aseton yardımı ilə. Sonra belə bir kutikula qaldıran var, təmizləyən var. Elə bil bunun ucuyla kutikulanı yuxarı qaldırmağa çalışırsınız, belə sıxırsınız onu. Sonra da elə bunu da Temu'dan almışam, shortslarda görəcəksiniz. Sonra da kutikula qayçısı da almışam Temu'dan. Bir set şəklində idi, içində o da var idi. Onunla da başlayacağım kəsməyə. İndi sorsanız ki, kutuklarını niyə görə kəsmək lazımdır? Əlbəttə ki,
kutikula biraz pis göstərir, çirkin göstərir, səliqəsiz göstərir dırnaqda boya istifadə edəndə. Ona görə də mütləq bu qayçıdan istifadə etmək lazımdır. Düzü biraz çox vaxt tələb edir düzəldmək, biraz da səbir tələb edir. Elə necə gel dırnağı düzəldirsiniz elə, amma gel dırnaq daha stresslidir məncə. Çünki o geli yaxşıca təmizləmək, düzgün forma vermək və s. və ilə axır. Amma burada bilirsiniz də öz dırnağınızda nəsə eləyə bilərsiniz. Asan şəkildə hər hansısa bir təchizata ehtiyacınız yoxdur. Bu gördüyünüz isə belə dəsmallardır, spirtli dəsmallar. Dırnağa istifadə olunur ki, oradakı kiri, mikrobları götürsün. Elə bil hazırlıq görürsünüz də dırnaqlarınıza. Burada amma yanlış bir şey yanlış elədim. Mən birinci götürüb dırnaqlarımı pilkalamalıydım. Sonra bu pedlərdən istifadə edib sonra laklamalıydım. Amma burada konkret olaraq qarışdırmışam, mix eləmişəm. Bu da Golden Rose'dan aldığım laklardan biridir. Bu arada mən ən çox alıram pasteldən, Golden Rose'dan laklar Flormar'da var. Amma ən keyfiyyətlisi mənə görə pasteldir. Golden Rose o deyil, çox tez quruyur, çox balaca olur bir də. Miqdarı az olur, belə deyim. Burada səhvən götürürəm, artıq görürəm ki, dırnaqlarımı pilkalamamışam və biraz forması kobudlaşıb. Belə düzəldirəm. Təzədən silməli oldum. Burada sizinlə birlikdə dedim sticker seçməsini burada danışırdım. İstəmirdim ki, videonu sürətləndirib arxaya backgroundda bir səs qoşum. Amma gördüm ki, olmur, video çox uzun alınır. Burada 2 sticker seçdim. Sonra dedim ki, elə bax, digərini seçim, ilkini. Əlimdə olan, onu seçdim. Sonra bunu nə edirsiniz? Bunun üstündə bir plyonka var, onu çıxardıb atırsınız. Sonra istədiyiniz stickerları bir-bir kəsib atırsınız suyun içinə. 3-4 saniyəyə sudan ayrılacaq. Yəni suda görəcəksiniz ki, artıq kağızdan ayrılıb və götürüb dırnağınızın üstünə istifadə edə bilərsiniz. Amma bu belə qurtarmır. Mütləq üstündən şəffaf lak da çəkməlisiniz ki, sticker qopub düşməsin, üstü çirklənməsin və s. Gördüyünüz kimi belə götürürəm, dırnağın üstünə yapışdırıram. Sonra da üstünə şəffaf lak çəkəcəm, amma hələ ki çəkməmişəm. Videonu editlərim, hələ də çəkməmişəm. İndi toz vuracaq. Deməli qızlar, əslində dırnağım bax belə oldu. Mən sonradan buralarına da nəsə əlavə elədim. Çünki bura başqa bir rəng istifadə elədim. Sonra xoşuma gəlmədi, onu sildim. Sonra dedim ki, o belə qüsurlu yerləri bağlamaq üçün belə başqa bir gül qoyum bura. Əslində çox da pis alınmadı. İndi Temu'dan aldığım belə bunu, baxın bu zərdir. Qoy göstərim sizə necə bir şeydir. Baxın belə bir o milky effekt yaradılar, parıltılı, bax ondandır. İndi bunu götürüb belə üstünə istifadə eləyəcəm. Bunu deməli elə göstərdiyim kimi götürürsünüz, dırnağa belə üstünə yavaşca sürtürsünüz. Amma çalışın stickerların üstünə vurmayın, çünki biraz səliqəsiz alınır. Burada da dırnağın dibində olan qıraqlarında qalan artıq lakı da silməyə çalışdım. Bir çöpün üstünə pambıq elədim və aseton istifadə etdim. Belə təmizlədim. Məncə yaxşı alındı. Çox bəyəndim. Deməli qızlar, mən yenə gördüm ki, sizə sağ ol deməmişəm. Ümid edirəm ki, videonu bəyəndiniz. Əgər elədirsə, bəyən butonuna basmağı, kanalıma abunə olmağı və rəy yazmağı unutmayın. Əlbəttə ki, bunlara məcbur deyilsiniz, amma belə videolar görmək istəyirsinizsə, məni də səmimi görürsünüzsə, xahiş edirəm mənə dəstək olun, abunə olun. Üzümdə gördüyünüz kimi bəzi qızartılar var. Bunlar egzamadır. Məndə bəzən bir çox vaxt olur. Əgər sizi narahat etdirsə, üzürlü sayın. Neysə, kanalıma abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun. Növbəti videolarda görüşənədək.